Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və ali Muhammed. Sual olunur ki, Seyyid Əli Sistani rəyinə əsasən tatu, yəni döymə haramdır, yoxsa icazəlidir? Və quslu dəstəmazı batil edir, yoxsa yox? Birinci sualın cavabı budur ki, tatu haram deyil, yəni icazəlidir. İkinci sualın cavabı budur ki, əgər tatu edilən maddə, rəng dərinin zahirindədirsə, dərinin üzərindədirsə, suyun dəriyə çatmasına mane olursa, bu surətdə dəstəmaz üzvlərində olduğu halda dəstəmaz alınsa, suyun dəriyə çatmasına mane olduğu üçün dəstəmaz batil olar. Bədənin başqa hissələrində olduğu surətdə isə qusul alınsa, bu surətdə də qusul batil olar. Amma əks təqdirdə, yəni həmin bu döymə, tatu elə edilsə ki, dərinin zahirində olmasa, bəlkə dərinin daxilinə yeridilmiş şəkildə edilərsə, yəni şəkil çəkilib, yazı yazılıb, amma dərinin zahirində deyil, dərinin daxilinə yeridilmiş şəkildə edilib. Bu surətdə dərinin zahirində olmadığı üçün dəstəmaz da səhih olar, qusul da səhih olar. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.